Ölkənin ilk veb saytı olan Milli Elmlər Akademiyasının Science Az portalının 20 illiyi qeyd olunub. Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış alimlər və internet media üzrə mütəxəssislər iştirak ediblər. Milli Elmlər Akademiyasının Science.az portalı Azərbaycan elektron mətbuatının ilk qaranquşu və ölkəmizdə ilk internet jurnalistika məktəbidir. Milli Elmlər Akademiyasının prezidenti Akademik Akif Əlizadə veb saytın 20 illik yubiley tədbirində belə dedi. Qeyd etdi ki, Azərbaycan elmi və media ictimaiyyəti arasında bir körpü rolunu oynayan bu sayt, alim və mütəxəssislərin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradıb. Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Science.az saytının meydana gəlməsi, inkişaf mərhələləri və perspektivləri mövzusunda məruzə ilə çıxış etdi. Vurğuladı ki, portal dövlətin elmdə apardığı islahatları, elmin inkişafı sayəsində qazanılan nailiyyətləri obyektiv şəkildə işıqlandıran və təbliğ edən, Milli Elmlər Akademiyasının həyatında baş verən əlamətdar hadisələri, tarixi görüşləri əks etdirən etibarlı informasiya mənbəyidir. İnformasiya resursu özündə 25 minə yaxın veb səhifəni əks etdirir. Hər gün 6 minə yaxın istifadəçinin müraciət etdiyi veb resursun illik oxucu sayı 2 milyona yaxındır. Tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Baboğlu, Rabitə və Yüksək Texnologiyalar Naziri yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Salmanov və başqaları internet medianın cəmiyyətdə rolu, Science.az saytının Azərbaycanda ilk internet jurnalistika məktəbi kimi imkanlarından söz açdılar. Tədbir çərçivəsində Milli Elmlər Akademiyasının Elm TV internet televiziyasının saytında təqdimatı oldu. Sonda saytdakı səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlar fəxri diplom və hədiyyələrlə mükafatlandırıldılar. İlham Zeynallı, Cəfər Qəssəmov, Sələyüb qızı xəbərlər.